Hal-hazırda Tovuz rayonunun kənd məzarlığındayıq. 76-cı il məzunları görüş təşkil ediblər. Hal-hazırda isə gəliblər dünyadan köçmüş müəllim-müəllimələrinin ziyarətinə. Sinif yoldaşınız olub. Allah rəhmət eləsin. Güzel insanıydı. Hamdallah. Tez köçüb dünyadan amma. Savadlı yoldu. Tez köçüb dünyadan. Eynal müəllimdir. Tarix müəllimi idi Eynal müəllim. Tarix müəllimi idi. İsmail müəllim də. Ruhu şad olsun. Eynal müəllim bizə də dərs deyir. İsmail müəllim sizin sinif rəhbəriniz olub. Burada Nədir müəllim? Nədir müəllim bu tərəfdə. Allah rəhmət eləsin. İsmail müəllimi biz görməmişik. O sizin devrinizdə olub. Nadir müəllimin ziyarətinə gəlmişik hazırda. Nadir müəllim mənim fizika müəllimim olub. Ən çox sevdiyim müəllim olub. Nadir Xurşudov. Sizayət müəllim də həmçinin riyaziyyat müəllim olub. Hər ikisinin ruhu şad olsun. Sinif rəhbərimiz müəllim. Daha sinifdə. Nadir müəllim də fizika müəllimi idi. Sizayət müəllim də riyaziyyat müəllimi. Çok güzel. Yok bizde birisi de Yusuf müəllim. Ahıra kimi. Yok, bizde çəkə müəllim. Sonra sən 7-ci sinifə qədər də sinif rəhbərimiz oldu. Kimi ilə Coğrafya deyirdi, nə arada da. Sonra bir Benden sabir müəllim sorumlu vardı. O oldu. Sonra Süzayət müəllim oldu. Bir dənə yaş toqqası var idi. Fırlanan daskanın arkasına keçirdi, suyururdu. Allah rəhmət etsin. Yadın əlir gözəl müəllimlərdi. 1 metr buradan haraya kimidir. Deyəndə hamıda bilirsin şeyini. Tez rəhmətli Fəhrə dəlini qaldırdı. Mən deyim, kimin harda biraz uzaq qohumu var idi. Dəydik hamısına. Deyəndə Fəhrət deyildi, 1 metr buradan boz alğanlıya kimidir. Sinifdə 30 neçə uşaq var idi. Hamıdan bir-bir soruşdu. Məndən də soruşdu. Mən də dedim, buradan qozağa kimidir. Elə bir mən uzaq yol qazaqdır. Dedi, hə, yəni metriyi göstərən olmadı. Dedim də burada durun. Tapıyı çıxartdı, bütün sinifi həll elədi. Ondan sonra da dedi, 1 metr buradan buraya kimidir dedi. Hamıyı da dövdü. Bir metr səs o qədər uzaqdı ki, haraya kimidir. Ruhunuz şad olsun. Mənim üçün də həqiqətən çox belə gözlənilməz bir gün oldu. Çünki Nadir müəllim mənim ən çox sevdiyim müəllimlərdən biri olubdu. Elə mən də onun elə sevimli tələbəsi olmuşam. Ruhunuz şad olsun, Allah rəhmət eləsin.